If I was the moon, would you still look for the stars? Şöyle çıxmaq üçün seçdiyim havanın möhtəşəmliyi, yəni bütün hava şəraitlərini qoyub indi çıxıram. Birinci gedirəm 20 yanvar, oradan metroya gedəcəm kitabımı götürməyə, sonra gedəcəm kitab mağazasına, kitab alacağım. Belə, bəlkə də səsim heç yaxın amma qar yağır. Bir də elə bəzənmişəm ki, məsələn, elə bir çöldə qar zat yağmır, çöldə su yoxdur. Yəni o tip bir bəzənmişəm, amma kombinim belə deyil. I thought I saw your face today, but I just turned my head away, your face against the trees. But I just see the memories as they come, and I couldn't help but fall in love again. No, I couldn't help but fall in love again. I saw it glitter as I grew and loved it more than I ever knew. I thought this place was heaven sent, but now it's just a monument in my mind, in my mind. And I couldn't help but fall in love again. No, I couldn't help but fall in love again. And the cars and freeways implore me to stay away out of this place. My mother said, just keep your head and play as it lays. Avtobuslar içinden yetiş öğrenmişim. Нет, от бессонницы не умираю. Aldığım kitapları gösteriyorum şu an. Bu kitap ön başına o kadar şey gəlib ki, yəni bura çıxana qədər bir dəfə qız gətirəndə kulakdan düşübmüş. Sonra çantamda əzilməyə məcbur olub. Amma hələ çox qəşəng. Çok möhtəşəmdir ben. Ümumiyyətlə, yəni qapaq tasarımları bir çoxdan çox qəşəng. Ən sevdiyim yabancı, onu da bir də Ephesus'un qapaq tasarımları çox qəşəng olur. İçi də qəşəngdir belə. Çok şirindir. Bunlar da endirimler olmuş. Geçen Dostoyevski'nin bütün kitaplarını tamamlamış, rahatlamıyorsam. Kumarbazı aldım. Yani endirimdeydi, ben de aldım. Çünkü çoxu var məndə, hamısı olsun istəyirəm. Bu da insan neyle yaşar. Aslında mən incə kitablar oxumaq xoşlamıram. Amma Tolstoy'un Anna Kareninası var məndə. Anna Karenina oxumadan bunu oxumaq istəyirəm ki. Tolstoy heç oxumamışam da. Bir də Anna Karenina giriş eləsəm, 1062 səhifədir. Sonra hayvan çiftliğini aldım. Bilmiyorum. Aslında Vahşetin Çağrısı'nın hayvan çiftliği arasında kalmıştım ama ChatGPT'den soruştum, hayvan çiftliğini dedi. Onu da bunu aldım. Möhtəşəm yani. Ayrıcıları olmur bunlar ama sipariş verəndə olur. Bir de bunu almışam. Sabahattin Aydan, Kuyucaklı Yusuf. İlk dəfə yani Türk ədəbiyyatından kitab oxuyacağam. Yani çox maraqlıdır. İlk dəfə oxuyuram çünki heç oxumadım. İndi hediye hazırlayacağıq burada. Kutulu. Kutu belədir. Çox qəşəng. Kutuyu açmağa çalışıram. İşte belədir. İnşallah yerləşərlər içinə. Bence kopartmasam daha yaxşı oldu. Bir de bir kuş almışam. Çok şirindir çünkü. Sinirəm bunu. Bir kitaptan. İnşallah səsim yaxşı gəliyordur. Və məncə bu da qəşəngdir.
bu zərfədə məktub yazdım. Birinə hədiyyə olaraq yemişə yerinə içən məktub yazmaqdan çox xoşum gəlir. Ona görə indi məktubu yazmıram, biraz yazdım. Evet. Biraz üstüne koyuram bunlardan. Okey. Tam olarak her şey yerleşti. Okey oldu, şu an hazırdı. Böyle son görünüşünü göstereyim. Bunu bağlayacağım böyle. Okey, bu kadar. Always your heart. Kitap okuyacağım. Buna dünən mi başlamıştım? Az oxumuşam biraz, 54'təyim hələ. Budaladı. Dostoyevski'dən. Əslində Anna Karenina ilə Budalar arasında qaldım. Sonra dedim ki, bilmiyorum, Tolstoy heç oxumamışam deyəni. Dedim birinci Dostoyevski'dən yani Dostoyevski'ni oxuyum. Anna Karenina həm çox qalındı. Dedim onu sonra oxuyarım. Neyse. Belə bu da Sadim Ayazımdır. Gələm. Başlayaq, devam edelim. Hmm, 144'e kadar geldim. Bence bugün bu kadar bəsdir. Çünkü yoruldum. Bugün çok şey eləmişim. Başım ağrır, artık devam edemeyeceğim. Bayağı oxudum bu arada. Geçə gedir, maraqlıdır. Sevərək oxuduğum, yəni bu səhifələrə qədər hər iki sevərək oxumuşam. Ümumiyyətlə mən Dostoyevskini çox sevirəm. Yəni hər kitabını çox sevdiyim üçün, yəni bilmirəm, sevmə ehtimam çox az. Hətta bugün də Dostoyevskinin kitabını almışam bir də. Bye bye. In your mind will give you the doubtful. Hey, it's freezing. Oh, what do you need? Hot tea, coffee? Lip gloss. Синий-красный Туринал. İntellektual yarış var. Onun için suallar hazırlamalıyım. Ona görə də indi sualların bizikisini seçmişəm. Onlardan qeydlər falan apardım. Təsbitdə hazırlamamaq üçün kitablarım. Tarixdən hazırladım. Burada tarix kitabı var. Yəni belə tikək. Tikmə konusunda üstümə tanımıram da. Heç nə tikə bilmirəm. Oldu. Mən belə tikəcəm. Bir dənə bəsdir məncə. İyisi də çox qəşəngdir bu şamın. Birinci dəfə yandıracağım. Ve şaftalı və gül yiyəcəlir. Onda hazırım. Çünkü bilmiyorum, belki başkalarının oxşar sual falan olabilir ona göre. İndi tarix sualları. Əsas tarix suallarının birində hazırlamışam. Amma da ağlıma gəldi. Ümumiyyətlə mən tarix çox oxuyuram. Yəni faktları falan bilirəm də. Çalışıram ki, suallar daha maraqlı olsun və çətin olmasın da. Yəni elə suallar var ki, dərsi əzbər bilməsəm bilməz. Onu oraya yazmağın heç mənası olmadığını düşünürəm. Ümumi tarixdən hazırladım sualların çoxunu. Amma Azərbaycan tarixində bir sual gözümə kəsdirmişəm. Dedim onu tapım, çox maraqlı sual burada. Məncə yəni o sual orada olsa çox maraqlı. Kameranın yerini dəyişdim və yaxınından çəkildim. İndi danışdığım üçün qabaqdan çəkirəm. Yəni bu videonun başlığı ilə videonun içi eyni olmaya bilər, amma dərs oxuyuram da. Yəni nə yapabilirim? Biz Azərbaycan tarixində sualım. Bu kitabların halına baxmayın, qardaşımlar bu cürə qoyub. Yəni normalən mənim kitabım 10 il işlənsə bu cürə düşməz. Çox pinti insandır. Neyse. Sual axtar. Şimdi biraz Rus dili çalıştım. Rus dili tezə başlamışam. Bu dəftərimdə, yəni dəftərimdə birinci əlifbanı təkrar. Mən onsuz bilirdim. Elə ki mən bir dil öyrənmək istəyəndə hər dəfə əlifbanı öyrənirəm. Bir ay. Bir ay yox da əlifbanı bir gün öyrənirəm. Sonra bir ay boyunca heç deyəmirəm. Sonra təzədən başlayıram. Əlifbandan sonra təkrarım. Sonra isə burada biraz reading practice etmişəm. Əl yazma baxmaq istəsəniz belədir. Bu da bu dəftəri çox sevirəm. Ümumiyyətlə belə rəsm məsələləri falan olan dəftər çox sevirəm. Bu da mənim lüğətimdir. Hələ öyrənmişəm. Lüğət öyrənməkdən çox dəhşət dərəcədə zəhləm yedir. Neyse, indi listening eləyəcəm biraz. Yəni qulaq asacağım. Qulaq asarkən də bəlkə nəsə yazdım hərflər yadıma düşsün deyə. Burada video var. Video açın. В этом месяце
я купила такую классную кружку. Буэнос-Айрес. Еще у меня есть Кызы другая цифры. кружка. Такая же, но написано Аргентина. И... Neyse. Bugünlük bu kadar okumak yeter. Artık yani Rory bile bu kadarını eləyəməz. Abarttım. Bir gün boyunca Gilmore Girls'da Rory kimi yaşayıram. Videonun sonuna geldik. Ümumiyyətlə, mən normalda da belə biraz Rory kimi yaşayıram, amma çox yoruldum. Yəni, həm sonra çıxdım falan, yorucuydu. Amma normalda, yəni, məsələn, indi videonun sonundan sonra yeni gelip kitab oxuyacağım yəni. Çünki biraz Rory'nin həyat tərzimiz oxşuyur. Amma o məndən daha şeydi, bəncə produktivdi. Bir də takıntılı, mən o qədər takıntılı deyiləm belə şeylərə. Yəni, ona görə belə, sağ olun.